Saç tökülməsini tətbiq etdikdə isə saçımızın bəli, qırılmaması üçün, solğun olmaması üçün, daha dolğun saçlar əldə etmək üçün bu mütləqdir. Saç tökülməsinə müraciət edən en sayda pasientlər vardır və ən əsası yeni tüklərin çıxması üçün. Bunu biz mezoda, bioda ala bilmərik. Bunu yalnız kök hüceyrədə ala bilərik, bir də egzozomlarda. Çünki böyümə faktoru var onların tərkibində. Yalnız bununla kök hüceyrədə də canlı hüceyrələr var, bölünüb regenerasiya edir. Bununla ala bilərik. Yəni alopesiya dediyimiz o tam dazlıq ola bilər, lokal ola bilər bir müəyyən bir yerdə. Tam ideal nəticəni ala bilirik kök hüceyrə ilə və cəmi bir seansa. Digərlərindən 8 seans, 10 seans, 12 seans gəlirsə, düzdür, o 12 seansa xərclədiyi pulu kök hüceyrənin bir seansının yarısı qədərdir, belə deyərdim. Yəni burada pasiyentin maddi durumu da önəmlidir. Amma yəni tam nəticəni əldə edirik, rahat, komfortlu bir seansa o canlı hüceyrə. Yəni onu əvəz edən yəni heç bir prosedur bugünkü qədər tibbdə yoxdur və yaxın 50 ildə də mən deyərdim gözlənilmir. Olmayacaq. Gözlənilmir çünki zaten özü yeni bir sahədir. İzləyicilərimizə maraqlı olan məqamları düşünürəm ki, cavablandırmış olduq.